Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə maraqlı olan nəzəriyyələrdən biri olan Lawrence Goldbergin mənəvi inkişaf nəzəriyyəsinin izahını təqdim edəcəm. Bu nəzəriyyədə olan bəzi elmi cümlələr sizin üçün çətin gələ bilər, amma mənalarını başa düşdükdən sonra inanın ki, çox asan nəzəriyyələrdən biridir və kitab cümlələri biraz çətin formada verilib. Ona görə mənim izahımı dinləyin, mənim izahımdan özünüzdə qeydlər götürün. İnanın ki, çox asan gələcək bu nəzəriyyə sizə. Və Lawrence Goldberg nəzəriyyəsi insanların mənəvi dəyərləri ilə bağlı olan bir nəzəriyyədir. Goldberg burada deyir ki, insanların yaşı artdıqca, düşüncəmiz inkişaf etdikcə mənəvi dəyərlərimiz də formalaşır. Yəni insan yaş artdıqca, düşüncələr inkişaf etdikcə bir insanda mənəvi dəyərlər də formalaşır. Baxın, bu cümləni yadda saxlayarsınız, ola bilər ki, testlərdə sizin qarşınıza çıxar. Çünki hər nəzəriyyədən bilirik ki, müəyyən qədər fikirlər verilir və hansı nəzəriyyəyə aid olduğu bizdən istənilir. Mənəvi inkişaf nəzəriyyəsində də insanların yaşı artdıqca, düşüncəmiz inkişaf etdikcə bizim mənəvi dəyərlərimiz də formalaşır. Və Goldberg bu nəzəriyyəni, mənəvi inkişaf nəzəriyyəsini 3 əsas səviyyəyə və hər səviyyəni də 2 mərhələ olmaqla ümumilikdə 6 dənə mərhələyə bölür. Baxın, burada da qeyd olunub. 3 dənə səviyyə, birincisi pre-konvensional səviyyə, ikincisi konvensional səviyyə, üçüncüsü isə post-konvensional səviyyə. 3 dənə səviyyə bunlar oldu və hər səviyyəni də 2 dənə mərhələyə ayırıb. Birincisi pre-konvensional səviyyə idi və 2 dənə mərhələ itaət və cəza, bir də individualizm. İndividualizmə həmçində şəxsi maraq deyilir. Nəyə görə şəxsi maraq deyilir? Birazdan izahını verəcəm sizə. İkinci dedik ki, konvensional səviyyə idi və onun da 2 dənə mərhələsi var idi. Qəbul olunma və səlahiyyət və sosial nizamı qoruma. Üçüncüsü isə post-konvensional səviyyədir və onun mərhələləri isə sosial müqavilə, bir də universal etik prinsiplər. İndi deyəcəksiniz ki, müəllim nə danışır? İndi hər birinin mənasını izah etdikdən sonra doğrudan da asan gələcək. Ona görə diqqətli olaraq dinləyin. Birincisi ilə başlayaq biz pre-konvensional səviyyədən. Prekonvensional səviyyə deyəndə, baxın, bu ilk səviyyədir mənəvi inkişaf mərhələsinin və mənəvi inkişafın ən erkən dövrüdür. Daha çox uşaqlıq dövrünə təsadüf edir, amma təbii ki, biz böyük insanlarda da bunu müşahidə edə bilərik. İndi nə olduğunu başa saldıqca düşəcəksiniz, mənalarını başa düşəcəksiniz. Yəni, bu mərhələdə olan uşaqlar, insanlar daha çox özünü düşünürlər. Sonda qarşılaşacağı nəticəni düşünürlər. Yəni, sonda o bir işin nəticəsi ki var, sonda özünü düşünərək eləyir. Və prekonvensionalda, baxın, burada ümumi şəkildə məlumat verilib prekonvensional səviyyənin. Kitab cümlələri ilə başa düşməyəcəksiniz, ona görə diqqətli olaraq məni dinləyərsiniz. Dedik ki, prekonvensional səviyyədə olan insanlar daha çox özünü düşünürlər. Sonda qarşılaşacağı nəticəni düşünürlər və 2 dənə mərhələsi var. Birincisi itaət və cəza, ikincisi isə individualizm. Birinci ilə başlayaq itaət və cəzadan. İtaət və cəza deyəndə bu mərhələdə olan uşaqlar hər hansısa bir davranışı nümayiş edəndə işin nəticəsini düşünür. Yəni, sonda məsələn hər hansı bir qayda qanun var. Uşaq deyir ki, mən bu qayda qanuna əməl etməsəm, sonda məni cəza gözləyir. Yəni, cəzadan qorxduğu üçün deyir ki, mən bu qayda qanuna əməl etməliyəm. Mən bu işi yerinə yetirməliyəm. Mən bu işi nümayiş etdirməliyəm ki, sonda məni cəza gözləməsin. Sonda mənə cəza verməsinlər. Yəni, itaət və cəza adından da göründüyü kimi artıq hər hansısa bir davranışı burada şagird nümayiş edirsə, işin nəticəsini düşünür. Cəzadan qorxduğu üçün hər hansısa bir işi yerinə yetirəcək. Məsələn, nümunə üzərində sizə başa salım. Uşaq deyir ki, mən dərsə vaxtında getməliyəm. Dərsə vaxtında getməsəm, müəllim məni danlayacaq. Müəllim mənə cəza tətbiq edəcək. Görürsünüz, artıq şagird düşünür ki, uşaq düşünür ki, halbuki dərsə getmək istəmir, səhər durub saat 8-də dərsə getmək istəmir, yatmaq istəyir. Amma deyir ki, mən dərsə getməsəm, sonda məni cəza gözləyir. Anam da danlayacaq, atam da danlayacaq, müəllim də danlayacaq, mənə cəza verəcək. Ona görə durub elə vaxtında mən dərsimə gedim. Cəzadan qorxduğu üçün qayda qanuna əməl edir. Və yaxud da uşaq ev tapşırıqlarını deyir ki, mən yazmasam, evdə anam da, atam da danlayacaq, müəllim tərəfindən də cəza alacağam, sonra müəllim tapşırığı 2 qat artıracaq mənə. Cəzadan qorxduğu üçün bu işi yerinə yetirir. Yəni, bu mərhələ, itaət və cəza mərhələsində olan uşaqlar sırf
cəzadan qorxduğu üçün bir davranış nümayiş edəcək. Yəni onu sevərək, içindən gələrək etmir ha, məcburiyyət qarşısında edir ki, sonda o cəza almasın. Bir işi sevərək yox, məcburiyyətdən edir. Bu olur nə? İtaət və cəza mərhələsi. Testlərdə də tapmaq çox asandır. Qayda qanuna əməl edir. İndi qayda qanun o biri mərhələlərdə də var. Fərqlərini mən sizə başa salacağam. İtaət və cəza mərhələsində biz dedik ki, şagird qayda qanuna əməl edir. Nəyə görə? Çünki sonda cəza almağından qorxur. Qorxduğu üçün sevərək bir işi yerinə yetirmir, sadəcə məcburiyyət qarşısında bir işi yerinə yetirir. Bu itaət və cəza. İndi kitab cümlələrinə də baxaq. Ola bilər testlərdə bir-iki dənə cümlə kitab cümləsi ilə də düşər sizə. Onları mən sizə qeyd edeyim. Deyilir ki, mənəvi inkişafın ilk mərhələsi olan itaət və cəza əsasən uşaq yaşlarda müşahidə olunur. Goldbergə görə bu mərhələdə olan şəxslər qaydaları dəyişməz və şərtsiz şəkildə qəbul edirlər. Baxın, bu cümləni yadda saxlayarsınız, testlərdə sizin qarşınıza çıxar. İtaət və cəza mərhələsində olan uşaqlar deyir ki, bu mərhələdə olan şəxslər daha doğrusu qaydaları dəyişməz və şərtsiz şəkildə qəbul edirlər. Çünki düşünürlər ki, bu qaydalara əməl etmək vacibdir. Əməl etməsələr cəza ala bilərlər. Görürsünüz? Yəni, mən bayaq sizə loru dildə başa saldım. Bu uşaqlar, bu mərhələdə olan şəxslər qaydaları dəyişməz və şərtsiz şəkildə qəbul edir. Çünki sonda onları cəza almağından qorxduğu üçün bu qaydalara əməl edirlər. Cəzalanmamaq üçün qərarlarını qaydalara uyğun verirlər. Bu oldu bizim itaət və cəza mərhələsi. Baxın, burada da kitabda da nümunə verilib. Deyilir ki, məktəbdə dalaşmaq olmaz qaydası qoyulub. Məktəbin həyətində 2 şagird digər şagirddən dalaşmağa başlayır. Kənardan bunu bir neçə şəxs müşahidə edir. Müşahidə edənlərdən biri hücum olunan şagirdin dostudur. O öz dostuna kömək istəyir, lakin bilir ki, qaydanı görə məktəbdə dalaşmaq olmaz. Əks halda qaydanı pozduğuna görə cəzalana bilər. Görürsünüz? Qaydaya görə, məktəbdə qayda qanun var ki, məktəbdə dalaşmaq olmaz və şagird də öz dostu olmasına baxmayaraq gedib o dalaşan uşaqlara köməklik göstərmir, öz dostuna köməklik etmir. Nəyə görə? Çünki sonda bunu da cəza gözləyir. Ola bilər ki, gəlib müəllim bunu da danlayar ki, sən niyə dalaşmısan deyə. Cəzadan qorxduğu üçün qayda qanuna əməl edir. Bax, bu olur itaət və cəza mərhələsi. İndi isə keçək ikinci mərhələmizə. İndividualizm mərhələsi. Buna həmçində deyilir şəxsi maraq. Üstündən xətt çəkdim. Yəni, şəxsi maraq. Burada da şagird nəticəni fikirləşir. Yəni, bu prekonvensional səviyyənin hər iki mərhələsində şagird sondakı nəticəni fikirləşir. Həm itaət və cəzada, həm də individualizmdə. Sadəcə itaət və cəzada biz dedik ki, nəticə cəza idi. Cəza almasın deyə şagird burada nə isə edir. Amma individualizmdə isə nəticə odur ki, mən kiməsə yaxşılıq edim, nəticədə sabah da o şəxs mənə yaxşılıq etsin. Yəni, burada şəxsi marağını güdür şagird və yaxud da bir insan. Kimsə nəsə edirsə, özünü fikirləşir. Yəni, mən kiməsə bir köməklik göstərirəmsə, onu istəyərək, ürəyimdən gələrək etmirəm. Mən fikirləşirəm ki, mən bugün filan kəsə köməklik etsəm, sabah o insan mən darda olanda gəlib mənə köməklik edəcək. Və yaxud da başqa bir nümunə üzərində başa salın. Tutalım ki, sinif yoldaşım qələmi evdə unudub, qələmi yoxdur. Qələm istəyir, mən ona qələm verirəm ki, sabahları mən də evdə unuda bilərəm qələmi. Sonra məndə olmayanda o da mənə versin. Baxın, öz şəxsi marağını güdür. Ancaq özünü düşünür ki, hə, bugün mən ona kömək etsəm, o da mənə köməklik edəcək. Məsələn, hər hansı bir darda olan insan var, borc istəyən bir insan var. Mən o insana borc verirəm, əlim əsərək verirəm, yəni istəməyərək. Halbuki onu vermək istəmir, borc vermək istəmir. Sadəcə öz şəxsi marağını, ona görə individualizm də şəxsi maraq deyilir. Öz şəxsi marağını güdür ki, sabahları mən də darda ola bilərəm. Mənim də başıma bir iş gələ bilər. Ona görə o insana mən borc verim ki, sabahları mən istəyəndə borc verə bilsin. İndividualizmdə daha çox öz yaxınlarına, tanışlarına, qohumlarına köməklik göstərir. Küçədə tanımadığı bir insan kömək istəsə, ona köməklik göstərməyəcək. Çünki düşünəcək ki, mən bu insanı tanımıram da, sabahları mən bir kömək istəsəm, mən bunu hardan taparam? Allah kömək olsun deyib keçəcək yoluna. Yəni ki, öz şəxsi marağını güdür, öz yaxınları, tanışları, dostları, qohumları, qonşularına köməklik göstərəcək ki, sabahları mən darda olanda onlar da mənə köməklik göstərsin. Amma tanımadığı bir insana
gedib köməklik yəni etməyəcəkdir. Çünki deyəcək ki, mən bu insanı hardan tapacam ki, sabahları mənim nəyimə lazımdır deyib keçəcək. Yəni individualizm mərhələsində olanlar öz şəxsi maraqlarını güdmüş olurlar. Və burada da deyilib kitab cümlələrinə də baxaq. Bu mərhələdə olanlar hadisəni öz şəxsi mövqeyindən çıxış edərək mühakimə edir. Eyni zamanda bu mərhələdə olan uşaqlar anlayırlar ki, məsələlərə münasibət təkcə bir şəxsin yanaşmasından asılı deyil. Müxtəlif fərdlər müxtəlif baxışlara malik olur və burada da deyilir ki, birinci mərhələdə təsvir etdiyimiz hadisəni müşahidə edən şagirdlərdən biri məktəbdə qaydalarına rəğmən irəli çıxaraq sinif yoldaşını müdafiə edir, amma onun əsas məqsədi sinif yoldaşına yaxşılıq etmək deyil. O düşünür ki, bugün ona kömək etsə, gələcəkdə özü də çətinliklə qarşılaşanda ona da kömək edəcək. Baxın, bayaqki nümunə yuxarıda dalaşmaq olmaz qaydası qoyulmuşdu. Şagirdlər dalaşırdılar və itaət və cəza mərhələsində olan şagird gedib öz dostuna köməklik etməyəcəkdi. Çünki cəzadan qorxurdu. Amma individualizm mərhələsində olan uşaq gedib öz dostuna köməklik edəcək ki, gedib onları ayıracaq, köməklik edəcək. Nəyə görə? Çünki öz şəxsi marağını güdür. Mən bu günləri öz dostuma köməklik etsəm, sabahları mənim dostumdur gəlib mənə köməklik edəcək. Özünü düşünür burada. Ancaq özünü düşündüyü üçün. Bu oldu bizim individualizm mərhələsi. Həmçində gördüyünüz kimi bu iki dənə mərhələdə də uşaq və yaxud da şəxs öz şəxsi marağını deyəndə özünü düşünür. Yəni sondakı nəticəni düşünür. Bir də ki, burada bir cümlə var ki, şagird qaydanı şəxsi marağı baxımından pozur. İndi o biri mərhələlərdə də belə bir cümlə qarşımıza çıxacaq. Ona görə burada şagird individualizmdə sadəcə öz şəxsi marağı baxımından qaydanı pozar. İtaət və cəzada şagird qaydalardan qorxduğu üçün qayda qanununa əməl edir, sonda cəzadan qorxduğu üçün qaydanı pozmurdu. Amma individualizmdə isə şagird qaydanı öz şəxsi marağı baxımından poza bilər. Yəni özünü düşündüyü üçün məktəbdə qayda qoyulmuşdu axı, dalaşmaq olmaz qaydası. Şagird qaydanı da pozaraq gedib o dalaşanları ayırır, özü də məsələn mübahisəyə qoşulur orada. Yəni qaydanı pozur. Sadəcə öz şəxsi marağını, sabahları mənə də kömək etsinlər deyə öz şəxsi marağını güdmüş olur. Yəni bir sözlə bu səviyyədə ancaq uşaq insan özünü, nəticəni fikirləşir. Qaydaya əməl edir ki, cəza almasın, birinci mərhələdə olan itaət və cəza. İkinci mərhələdə isə qonşuya kömək edim, sabahları mənə də kömək etsinlər. Yəni fikir verirsinizsə, hər iki mərhələdə şəxs özünü düşünür, nəticəni düşünərək hərəkət edir. Yəni burada özünü düşünməklə, itaət və cəzada da şagird özünü düşünür, individualizmdə də insan özünü düşünür. Bu olur bizim prekonvensional səviyyənin iki dənə mərhələsi. İndi isə keçək o birisi konvensional səviyyəyə. Və bu mərhələnin də iki dənə səviyyəsi var idi. Qəbul olunma, bir də səlahiyyət və sosial nizamı qoruma. Ümumiyyətlə konvensional səviyyədə isə burada artıq insan cəmiyyəti düşünür. Yəni cəmiyyət üçün yaşayan insanlar olur. Mən filan şeyi etsəm, cəmaət nə deyər? Filan kəs nə deyər? O nə deyər? Qonşu nə deyər? Cəmaət necə düşünər? Yəni bir sözlə cəmaatı düşünən insanlar konvensional səviyyədə olan insanlardır. Birinci mərhələdə biz dedik ki, prekonvensional səviyyədə insan ancaq özünü düşünür. Uşaq ancaq özünü düşünür. Nəticəni də özünü düşündüyü üçün nəticəyə baxır. Amma konvensional səviyyədə isə artıq cəmiyyət nə deyər, cəmiyyəti düşünür, cəmiyyət üçün yaşayan insanlar, nə etsəm məsələn insanlar məni tərifləyər, nə etsəm cəmiyyət mənə filan şey etsəm görəsən cəmiyyət mənim haqqımda nə danışar. Bax bu kimi düşüncədə olurlar. Cəmiyyət sözü ilə daha çox yadda saxlayarsınız və dedik ki, iki dənə səviyyəsi var, mərhələsi var, üzr istəyirəm. Qəbul olunma mərhələsi. Baxın, qəbul olunma mərhələsində olanlar hər hansısa bir davranış edəndə, davranış nümayiş edəndə burada məqsəd odur ki, hamı mənə yaxşı desin. Ətrafımdakı insanlar mənə desin ki, nə yaxşı insandır, qəhrəman adlandırsın hər kəs məni. Yəni bir xeyirxah iş görür, amma bunu ürəkdən istəyərək eləmir. Sadəcə başqalarının gözündə yüksək görsənsin, başqaları bunu tərifləsin, desin ki, ay nə xeyirxah insandır, nə gözəl insandır. Yəni bir sözlə o cəmaatın gözündə özünü böyük göstərmək kimi tərifləsinlər. Yəni istəyir ki, nə yaxşı qızdır, nə yaxşı oğlandır, nə qəhrəman bir insandır, nə xeyirxah, mərhəmətli bir insandır. Bunun haqqında ancaq tərif yağdırsın. Cəmaata görə yaşayır da bir sözlə.
cəmaata göstəriş bu formada, yəni bunları izah etdikcə yəqin ki, öz həyatınızdan da kimisə nümunə gətirirsiniz. Hə, filan kəs də belədir deyə. Yəni bu mərhələlər mənəvi inkişafın mərhələləridir və qəbul olunma mərhələsində də hamı mənə yaxşı desin, ətrafımdakı cəmaatlar mənə yaxşı desin, qəhrəman adlandırsınlar. Yəni burada məqsəd sadəcə özünü başqalarının gözündə yaxşı göstərsin. Kimsə buna yaxşıdır, başqalarının gözündə yaxşı göstərsin deyə başqalarını göstərir. Hamı bunu tərifləsin, nə yaxşı insandır desin. Məsələn, buna belə bir nümunə gətirək ki, tutalım ki, kimsə yetimlərə köməklik edir və bunu doğrudan da istəyərək ürəkdən eləmir də. O dəqiqə video çəkir ki, paylaşır sosial şəbəkələrdə də, hə, baxın mən yetimlərə köməklik göstərdim. Hər kəs görsün, necə xeyirxahdır desin buna. Məqsədi sadəcə budur. Onu həqiqətən içindən gələrək etmir. İçindən gələrək o köməkliyi etmir. Başqalarının belə deyim də göstərmək üçün, göstəriş məqsədi ilə bu formada özünü göstərmək məqsədi ilə bunu eləyir və yaxud da kiminsə evinə oğru gedib o oğrunu özü tutur, gedib polisə təslim edir onu. Yəni ki, başqaları buna desin ki, hə, nə qəhrəman insandır, bunu tərifləsinlər. Bir sözlə başqalarının cəmaat üçün yaşayan insanlar deyə bu qəbul olunma mərhələsindədir. Özünü göstərmək məqsədi ilə edən insanlar bir işi. Bu olur bizim qəbul olunma mərhələsi. Sonra gəlir səlahiyyət və sosial nizamı qoruma. Baxın, bu mərhələdə olanlar isə qaydalar, qanunları sevərək qəbul edir. Biz demişdik ki, itaət və cəzada da qayda qanunlar var, qaydaları qəbul etmək var. Bu mərhələdə də qayda qanunları qəbul etmək var. Amma itaət və cəza mərhələsində şagird özü üçün məcburən, qorxduğu üçün cəza almamaqdan ötürü qoyulmuş qaydaları qəbul edirdi. Amma bu bizim 4-cü mərhələdə olan səlahiyyət və sosial nizamı qoruma mərhələsində olanlar qaydaları sevərək əməl edir. Onlar fikirləşirlər ki, yəni bu qaydalar bizim üçündür, cəmiyyət üçündür, cəmiyyət tərəfindən qəbul olunmalıdır. Bu qaydalar nə üçün qoyulub? Nizam intizamı qorumaq üçündür, asayişi qorumaqdan ötürü bu qaydalar var. Yəni hər kəs bu qaydalara əməl etməli deyilir. Məsələn, kimsə harasa tələsir, işıqforda qırmızı işığı keçir və burada da heç kim yoxdur, amma yolu keçib getmir. Çünki deyir ki, qayda qanun var, mən qırmızı işıqda yolu keçməməliyəm. Qaydaya əməl edir. Və yaxud da oğru girib evə, onu gedib polisə təslim edəcək, polisə zəng vuracaq o dəqiqə. Yəni gedib özü onu tutmağa çalışmayacaq, özü nəsə etməyəcək, məsələyə qarışmayacaq bir sözlə. Onu səlahiyyətli şəxslər həll edəcəyi düşünür. Yəni burada artıq bu belə deyim ki, mərhələni səlahiyyətli orqanlar kimi yadda saxlayın. Hər hansısa bir hadisə baş verdi, yanğın baş verdi və yaxud da oğruluq hadisəsi baş verdi. Bu mərhələdə olan insanlar düşünəcək ki, səlahiyyətli orqanlar var. Baxın, bu cümləni səlahiyyət sözü ilə yadda saxlayın. Səlahiyyətli orqanlar var və onlar həll etməlidir. Özü qarışmayacaq məsələyə. Qayda qanunlar var hər kəs üçün, cəmiyyətdə qayda qanunlar var, polis var, səlahiyyətli orqanlar var. Mən onlara zəng edib, onlar bu məsələni həll etməlidir deyirlər. Səlahiyyət və sosial nizamı qorumanı bu kimi yadda saxlaya bilərsiniz. Yəni bir sözlə bu mərhələdə olan insanlar qayda qanunlara əməl edir. Qayda qanunlar hər kəs üçündür, cəmiyyət üçündür, asayişi qorumaq üçündür və hər hansısa bir hadisə baş verəndə, yanğın hadisəsi, oğurluq hadisəsi və yaxud da kiminsə hər hansı bir əşyası itib, o vaxtda onlar özləri nəsə etməyəcək, birbaşa səlahiyyətli orqanlara zəng edəcək, deyəcək ki, onlar bu işi, məsələni həll etsinlər. Və burada da deyilir ki, belə insanlar üçün düzgün davranış səlahiyyət və qəbul olunmuş qayda qanunundan yol alaraq sosial nizamı qorumaqdan ibarətdir. Və bayaqki nümunəmiz var idi, şagirdlər dalaşan. Və bu mərhələdə olanlar müəllim məktəb həyətində baş verənləri görən kimi sosial nizamı təmin etmək üçün dərhal dalaşan şagirdləri ayırır və nizamı təmin etməyə çalışır. Artıq o dalaşan şagirdləri görən müəllim gəlib uşaqlara yaxınlaşır, deyir ki, siz bilmirsiniz, məktəbdə qayda qanun var, dalaşmaq olmaz qaydası qoyulub. Siz bu qaydalara əməl etməlisiniz. Artıq nizam intizamı burada təmin etməyə çalışır, onlara qaydaları xatırladır. Bu səlahiyyət və sosial nizamı qoruma mərhələsidir. Yəni bu mərhələ ikinci səviyyədə özünü yox, artıq cəmiyyəti düşünür. Yəni ikinci səviyyəmiz bizim konvensional səviyyə idi. Birinci səviyyəmiz isə prekonvensional səviyyə idi.
Prekonvensional səviyyənin hər iki mərhələsində biz dedik ki, şagird özünü, öz şəxsi maraqlarını, yəni özünü düşünərək hərəkət edir. Konvensional səviyyədə isə insanlar özünü yox, cəmiyyəti düşünür. Cəmiyyət qayda, qanunlar var, asayişi qorumaq üçündür və yaxud da qəbul olunma mərhələsində də biz dedik ki, cəmiyyətin gözündə yaxşı görsənsin deyə hər hansı bir hərəkət edir. Yəni cəmiyyəti yaxşı görsənməkdən ötürü hərəkətləri edirdi. Bu mərhələdə olan məsələn səlahiyyət və sosial nizamı qorumada evə oğru girirsə, onlar səlahiyyətli orqanlara zəng edəcək. Amma qəbul olunma mərhələsində olan insan gedib oğrunu özü tutmağa çalışacaq ki, nəyə görə? Çünki desinlər ki, hə, nə qəhrəman insandır, nə mərd oğlandır, gedib hə oğrunu tutub. Bu düşüncədə olurlar onlar. Ona görə bu oldu bizim konvensional səviyyə. İndi isə keçək 3-cü səviyyəmiz olan postkonvensional səviyyəyə. Və 3-cü səviyyəmiz olan postkonvensional səviyyədə isə bu səviyyə artıq burada həm insan özünü düşünür, həm də cəmiyyəti düşünür. Yəni bir növ o iki dənə səviyyənin birləşmiş variantıdır deyə bilərik və bu səviyyədə olan şəxs hər kəsin yaxşılığını istəyir, ədalətli olur, yalnız özünü düşünmür, hər kəsin yaxşılığını düşünür, bütün insanlara dəyər verir və Goldberg deyir ki, bu səviyyəyə insanların çox az bir hissəsi çatır, yəni hər bir insan gəlib bu səviyyəyə çata bilmir, axırıncı səviyyə olan. Əsasən də bu 3-cü səviyyənin mərhələsi olan universal etik prinsiplər mərhələsinə çox insan çata bilmir deyirlər. Və bu səviyyədə insanların sadəcə cəmiyyətin qaydalarına riayət etməsi deyil, doğru hesab etdiyi dəyərlərə əsaslanaraq qərar verməsidir. Yəni qaydaların hamısına əməl etməyə də bilər bəzən. Çünki nəyi doğru bilirlərsə, onunla razılaşırlar. Bəzi qaydalarla razılaşmaya da bilər bu mərhələdə olan insanlar. Və bu insanlar ancaq doğru olan qaydaları qəbul edir, cəmiyyəti də düşünür, özünü də düşünür. İndi mərhələlərini izah verəndə başa düşəcəksiniz. Və bu mərhələni də biz dedik ki, səviyyənin də 2 dənə mərhələsi var idi. Sosial müqavilə, yəni sosial razılıq da deyilir. Bir də universal etik prinsipləri idi. Birinci danışaq elə sosial müqavilədən, yəni sosial razılıqdan. Bu mərhələdə olanlar deyirlər ki, qayda qanunlar hər kəs üçün ədalətli olmaya bilər. Kiməsə görə ədalətli ola bilər bu qayda qanun, kiməsə görə ədalətsiz ola bilər. Məsələn, başqa nümunə ilə də izah edək. Tutalım ki, bayaqki o nümunə var idi, oğurluq edən şəxsi polisə vermək lazımdır. Bu bizim səlahiyyət və sosial nizamı qorumada olan mərhələdə olan insanlar deyirdilər ki, oğurluq edən şəxsi səlahiyyətli orqanlara zəng edib onlara tapşırmaq lazımdır. Onlar bu işi görsün. Və bu mərhələdə olan insanlar da şəxsdə bu fikirlə razıdır. Amma fikirləşir ki, bəlkə onu məcburiyyətdən edib, o oğurluq hadisəsini məcburiyyət qarşısında edib. O nümunə var idi, aclıqdan ölən insanın yemək oğurlaması doğrudurmu düşüncəsi. Bax, bu mərhələdə olan insanlar bir tərəfdən haqq verirlər məsələyə. Çünki onu başa düşməyə çalışırlar. Bəlkə deyir məcburiyyət qarşısındadır. Yəni aclıqdan ölən bir insan gedib yemək oğurluyursa, yəni o məcburiyyət qarşısında bunu edir deyir. Yəni o cür insanlara cəza tətbiq etməsək yaxşıdır deyir. Bu cür insanlara cəza verilməsin deyir. Məcburiyyət qarşısında bunu edibsə, ona cəza verilməməlidir. Yəni məcbur olmasaydı bunu etməzdi. Və yaxud da evdə xəstə anası var, xəstə uşağı var, gedib dərman almağa ümumiyyətlə pulu yoxdur bu insanın. Gedib oğurluq edirsə, həmin o şəxsi bağışlamaq olar deyirlər. Yəni ona görə bu mərhələdə olan insanlar deyir ki, qayda qanunlar hər kəs üçün ədalətli olmaya bilər deyir. Elə belə oğurluq edən şəxs pulu oğurluyur, qızılları oğurluyur, yəni sırf oğurluq məqsədi ilə edirsə, əlbəttə ona cəza tətbiq olunmalıdır deyir. Sosial razılıq olmalıdır deyir. Amma məcburiyyət qarşısında gedib uşaq üçün yemək oğurluyursa, hər hansı bir məcburiyyət qarşısında bir dərman oğurluyursa, onu başa düşməliyik deyir bu cür insanlar. Onlara cəza tətbiq olunmamalıdır deyir. Amma o birisi insanlara təbii ki, cəza tətbiq olunmalıdır deyir. Məcburiyyət qarşısında edirsə, ona cəza verilməsin deyir. Amma səlahiyyət və sosial nizamı qorumaqda olan insanlar deyirdi ki, o insan acından ölsə belə oğurluq etmək olmaz. Yəni qayda qanunlar hər kəs üçündür.
o aclıqdan ölür deyə gedib yemək oğurlamalı deyil və yaxud da dərman oğurlamalı deyil deyəcəklər. Qayda qanun hər kəs üçündür və qayda qanun hər kəsə əməl etməlidir. Hər kəs qayda qanuna əməl etməlidir. Əyləri məcburdursa, səlahiyyətli orqanlar var. Gedib onlara zəng eləyərdi, onlardan kömək istəyərdi. Bu formada düşünür. Amma sosial müqavilədə olan belə deyim ki, mərhələdə olan insanlar oğurluq etmək olmaz deyir, amma məcburiyyət qarşısında qalıbsa, onu bağışlamaq da olar deyirlər. Yəni bu mərhələdə olanlar deyirlər ki, qaydaları insanlara baxaraq müəyyənləşdirmək lazımdır. Hər kəsə fərdi yanaşmaq lazımdır. Məcburiyyət qarşısındadırsa, o insanı başa düşmək lazımdır. Ona yəni ki, məcburiyyət qarşısında edibsə, onu bağışlamaq lazımdır deyirlər. Bu oldu bizim 5-ci mərhələmiz olan sosial müqavilə mərhələsi. İndi isə keçək universal etik prinsiplər. Bir də ki, burada deyilir ki, mənəvi inkişafın bu mərhələsində olan şəxslər hadisəyə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlilik prinsipi ilə yanaşır. Bu cümləni də yadda saxlayarsınız, testlərdə qarşınıza çıxar. Elə mən başa saldığım hər bir cümlə burada elmi formada verilib, mən sizə loru dildə başa salıram. Yenə də ümumiləşdirim. Yəni sosial müqavilədə olan insanlar sosial ədalətlilik prinsipi ilə yanaşır deyəndə hər kəsə fərdi yanaşır. İnsana baxaraq qayda qanunu müəyyənləşdirin deyilir. Məcburiyyət qarşısında bir insan onu edibsə, oğurluq edibsə, onu bağışlamaq olar. Ona da gedib o biri insanlara kimi cəza tətbiq etməyə doğru deyil deyirlər. Sosial razılıq, sosial ədalətlilik prinsipini burada irəli sürürlər. Və universal etik prinsiplər bu artıq ən ali olan mərhələdir. Mənəvi inkişaf nəzəriyyəsinin ən ali, ən üstün olan mərhələsi bu sayılır və Goldberg deyir ki, bu mərhələyə çox az insan gəlib çatır. Bu mərhələdə olan insanlar çox xeyirxah insanlar olur, mərhəmətli insanlar olur. Məsələn, bir insan işə gecikir, amma yolda köməyə ehtiyacı olan birini görür. O işə geciksə belə tanımadığı insana gedib köməklik edəcək və bunu individualizm mərhələsi ilə qarşılaşdıraq indi. Biz ikinci prekonvensional səviyyənin ikinci mərhələsi olan individualizm, şəxsi maraq var idi. Orada demişdik ki, öz tanıdığı insanlara kömək edirdi ki, mən bugün bu insana kömək edim, sabah da darda olanda o şəxs də gəlib mənə köməklik etsin. Tanıdığı şəxslərə köməklik edir. Tanımadığı bir insana köməklik etməzdi. Amma burada universal etik prinsiplər ən üstün mərhələ, ən ali bir mərhələ olduğu üçün, mərhəmətli, xeyirxah insanlar olduğu üçün işə geciksə belə gedib köməyə ehtiyacı olan bir insan görsə, gedib o insana köməklik edəcək. Niyə görə? Çünki xeyirxah insandır, ən üstün səviyyədədir. Yəni burada öz şəxsi marağını güdmür individualizmdə olduğu kimi. Burada sadəcə xeyirxah o insan olduğu üçün, mərhəmətli bir insan olduğu üçün gedib o insana köməklik göstərəcək. Yəni mərhəmətli hər kəsə, bütün insanlara qarşı mərhəmətli olacaq. Testlərdə də ayırmağın yolu budur. Mərhəmətli insandır, hər kəsə qarşı mərhəmətlidir, hər kəsə qarşı istər tanışı olsun, istər dostu olsun, istər tanımadığı bir şəxs olsun, hər kəsə əlindən gələn köməyi edəcək bu mərhələdə olan insanlar. Və bir də bu mərhələdə olan insanlar yadda saxlayın ki, əgər kiməsə bir yaxşılıq etmək naminə arada bir qaydanı poza bilər. Yəni kiməsə yaxşılığı dəyəcəksə, qaydanı poza bilər. Baxın, individualizmdə də qaydanı pozmaq var idi. Arada bir insan, uşaq qaydanı poza bilərdi. Orada necə demişdim mən sizə, şagird qaydanı nə vaxt pozur? Öz şəxsi marağı baxımından pozurdu. Amma yəni öz şəxsi marağını güdür, mən kiməsə qaydanı pozub kömək eləyərəm, sabahları o da mənə köməklik edər. Öz şəxsi marağından köməklik göstərir. Amma universal etik prinsiplərdə olan insanlar qaydanı, əgərləri kiməsə köməyi, yaxşılığı dəyəcəksə, gedib qaydanı arada bir poza bilər. Məsələn, buna belə bir nümunə gətirim. Tutalım ki, hər hansı bir insan uşağı xəstədir, gedib xəstəxanaya çatdırmalıdır. İşıqforda qırmızı işıq yananda keçib və polis onu saxlayır. Polisə məsələni başa salır ki, uşağım xəstədir, tez zamanda mən həkimə çatdırmalıyam. Polis isə bunu başa düşür, cərimə zadı yazmır, onu göndərir. Yəni yoluna davam etməsinə icazə verir. Halbuki burada nə etməli idi? O insanı cərimə düşürdü. Qayda qanun hər kəs üçün də düzdür. Qayda qanunu əməl etməli idi. Ona görə burada artıq mərhəmətli insanlar olduğu üçün
tək-tük insan o cür ola bilər məncə. Yəni orada cərimə yazmır və qaydanı pozmuş olur. Yəni bu mərhələdə olanlar yadda saxlayın ki, testlərdə də qarşınıza çıxsa, hər kəsə mərhəmətli davranır, hər kəsə əlindən gələn köməyi edəcək. Bir də ki, kiməsə yaxşılıq edəcəksə, kiməsə yaxşılığı dəyəcəksə, arada bir qaydanı pozmuş olur. Bu da oldu bizim universal etik prinsiplər sonuncu səviyyəmiz. İndi keçdiklərimizi bir daha ümumiləşdirək. Biz dedik ki, Goldberg mənəvi inkişaf nəzəriyyəsini 3 dənə səviyyə olmaqla və hər səviyyəni 2 dənə mərhələ olmaqla 6 dənə mərhələyə bölmüşdü. Birinci səviyyəmiz hansı idi? Mənlə birgə özünüz də təkrarlayın. Prekonvensional səviyyə idi. Prekonvensional səviyyənin 2 dənə mərhələsi hansılar idi? İtaət və cəza, individualizm, yəni şəxsi maraq da deyilir. İtaət və cəzada necə idi? Uşaq hər hansı bir qoyulmuş qaydaya əməl edir, çünki sonda onu cəza gözləyir. Yəni mən qaydaya əməl etməsəm, mən cəza ala bilərəm. Yəni özünü düşünür, nəticəni düşünür. Bu itaət və cəza idi. İndividualizmdə isə şəxsi maraq idi. Burada qoyulmuş qaydanı şagird poza da bilər. Öz şəxsi marağından poza bilərdi. Tutalım, mən kiməsə borc verirəm, sabahları o insan da mən darda olanda gəlib mənə borc versin deyə. Yəni burada insan istəyərək, sevərək, ürəyindən gələrək bir köməklik etmir. Sadəcə özünü düşür, öz şəxsi marağını düşünür ki, mən bugün filan kəsə kömək edərəm, sabah da o gəlib mənə köməklik etsin. Bu individualizm. İndi gələk ikinci səviyyəmiz. İkinci səviyyəmiz hansı idi? Konvensional səviyyə. Konvensional səviyyənin də 2 dənə mərhələsi var idi. Qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Qəbul olunma mərhələsində necə idi? Burada artıq konvensional səviyyəni biz cəmiyyət sözü ilə yadda saxlayırdıq. Cəmiyyəti düşünür, cəmiyyət üçün yaşayan insanlar. Qəbul olunma mərhələsində o idi ki, mən bir yaxşılıq edeyim kiməsə, cəmiyyət məni tərifləsin. Hər kəs məni tərifləsin ki, gör nə mərd insandır. Qəhrəman adlandırsınlar. Bu qəbul olunma mərhələsində başqalarının gözündə yaxşı görsənmək üçün nəsə bir xeyirxah iş görür. Bu qəbul olunma. Səlahiyyət və sosial nizamı qorumada isə qayda qanunlara əməl edən insanlar bu mərhələdə olanlar idi. Qayda qanunlar hər kəs üçündür, sosial nizamı, asayişi qorumaq üçündür və hər kəs bunu əməl etməlidir. Hər hansı bir hadisə baş verirsə, hər hansı bir iş baş verirsə nə edirdi? Səlahiyyətli orqanlara zəng edirdi. Səlahiyyətli orqanlar bu işi həll etsin. Mən qarışmıram işə. Bu səlahiyyət və sosial nizamı qoruma idi. Üçüncü mərhələmiz, səviyyəmiz hansı idi? Prekonvensional səviyyə. Onun da mərhələləri var idi. Sosial müqavilə, bir də universal etik prinsiplər. Sosial müqavilədə biz dedik ki, sosial ədalətlilik prinsipi ilə yanaşırdı. Yəni bu mərhələdə olanlar deyirdi ki, insanlara münasibəti insanlara baxaraq, fərdi şəkildə yanaşaraq qayda qanunlar qoyulsun. Tutalım ki, oğurluq edən şəxs məcburiyyət qarşısında bir tikə yemək oğurlayıbsa, ona cəza tətbiq olunmasın. O bağışlanılsın. Amma o birisi məsələn qəsdən bir şey eləyən, oğurluq edən insanlara təbii ki, cəza tətbiq olunmalıdır deyə. Yəni sosial ədalətlilik prinsipi ilə yanaşırdı məsələyə. Ən axırıncı, ən ali, ən üstün olan mərhələmiz hansı idi bizim? Universal etik prinsiplər. Bu mərhələyə də hər kəs gəlib çata bilmir. Bunu da yadda saxlayırdıq necə? Mərhəmətli, xeyirxah insanlar idi bu mərhələdə olanlar. Hər kəsə burada nə öz şəxsi marağından, nə də ki, özünü düşünərək etmir. Sadəcə mərhəmətlidir, xeyirxah insandır, yaxşı insandır, mərhəmətli insandır. Köməyə ehtiyacı olan birisini görəndə istər öz dostu, tanışı, qohumu, fərqi yoxdur. Kim olur olsun, gedib ona köməklik göstərəcək. Əlindən gələn hər bir şeyi edəcək. Bir də yadda saxlayırdıq burada qaydaları, əgərləri kiməsə yaxşılığı dəyəcəksə, gedib qaydanı pozurdu. Bu da oldu bizim ən sonuncu mərhələmiz. İndi isə mən sizə keçdiyimiz 3 dənə səviyyə və 6 dənə mərhələsini nümunə üzərində başa salacağım. Bizim kitabımızda da var bunlar. Goldbergin etik dilemmaları var. Onlardan Heinz dilemması haqqında danışacağıq. İndi deyəcəksiniz ki, müəllimə, dilemma nədir? Dilemma hər hansı bir situasiyada 2 və ya daha çox seçim arasında qalmaq deməkdir. Daha loru dildə başa salım. Yəni bir situasiya ortaya qoyulur və həmin o situasiya üzərində müzakirə prosesi yaratmaq dilemma adlanır. Bir situasiya ortaya qoyulub müzakirə prosesi yaratmaqla biz şagirdlərdən gələn cavablara baxaraq onların mənəvi inkişafın hansı mərhələsində olduğunu ortaya çıxarda bilərik.
Və Goldbergdə Hayz dilemması var ki, situasiyanı belə təsvir edir. Hayz kişinin adıdır, bir. Hayzın yoldaşı, bir qadın ölüm ayağındadır və onu xilas edə biləcək bir dərman var. Yəni bizlərdən İraq xərçəng xəstəliyinə tutulub və onu yalnız bir dərman xilas edir və bu dərman isə əczaçı tərəfindən istehsal qiymətindən 10 dəfə artıq baha qiymətə satılır. Yəni qadının yoldaşı olan Hayz isə bu dərmanı ala bilmir. Onun imkanı çatmır. Çünki istehsal qiymətindən qat-qat artıq baha qiymətə satır əczaçı tərəfindən. Əczaçıdan xahiş eləyir ki, olduğu qiymətə satsın və yaxud da yarısını borca versin. Yəni hər nə etsə də əczaçı qəbul etmir. Deyir ki, sən burada özünü yerə atsan, çırpsan, öldürsən də qiymət budur, pulun varsa alarsan. Və məcburiyyət qarşısında qalan Hayz isə həmən o yoldaşını xilas etməkdən ötürü dərmanı oğurluyur. Sonra isə artıq Goldberg burada uşaqlara şagirdlərə suallarla müraciət edir. Baxın, indi o sualları oxuyum buradan. Ola bilər tam yaxşı görsənməsin, amma özüm oxuyacağım sizə buradan. Deməli, sual qoyur ki, sizcə Hayz dərmanı oğurlamalı idimi? Bunu etməsi doğrudur, yoxsa yanlış? Nə üçün? Sual ortaya qoyuldu. İndi hər bir mərhələdə olan uşaqların, şagirdlərin verdiyi cavablara baxaq. Birinci səviyyəmiz bizim hansı idi? Prekonvensional səviyyə idi. Onun da 2 mərhələsi itaət və cəza, bir də individualizm idi. İtaət və cəza mərhələsində olan insanlar, şəxslər və yaxud da uşaqlar deyəcək ki, Hayz qanunu pozduğuna görə cəza alacaq, cəzalanacaq. Ona görə bunu etməməli idi. Görürsüz, itaət və cəza mərhələsində olanlar biz demişdik ki, qayda qanunlara əməl edirlər, çünki sonda cəza alacaqlarını bilirlər. Cəzadan qorxduğu üçün qayda qanuna əməl etməli idi. Ona görə bunlar deyəcək ki, qayda qanunu pozmamalı idi, çünki o cəza alacaq. İkinci mərhələ individualizm idi. İndividualizm nə idi? Şəxsi maraq idi. Bu mərhələdə olanlar deyəcək ki, bəli, çünki Hayz yoldaşını çox sevirdi, yoldaşını sağaltmalıdır ki, yoldaşı ona qulluq etsin, öz şəxsi marağını güdür. Bu individualizm mərhələsində olanlardır. Üçüncü mərhələ, ikinci səviyyəmiz bizim konvensional səviyyə idi və konvensional səviyyənin mərhələmiz üçüncü mərhələ qəbul olunma mərhələsidir. Qəbul olunma mərhələsində olanlar deyəcək ki, əlbəttə, buna görə hamı onu qəhrəman adlandıracaq. Qəbul olunma mərhələsində biz nə demişdik? Cəmiyyət sözü ilə yadda saxlayırdıq. Başqalarının gözündə yaxşı görsənmək üçün, cəmiyyət buna yaxşıdır, xeyirxahdır, güclüdür desin, qəhrəman adlandırmaları üçün nə isə bir işi yerinə yetirir. Yəni, qəbul olunma mərhələsində olanlar deyəcək ki, əlbəttə oğurlamalı idi. Buna görə hamı onu qəhrəman adlandıracaq ki, gedib arvadı üçün, arvadını xilas etməkdən ötürü dərman oğurladı. Bu qəbul olunma mərhələsi. Dördüncü mərhələdə bizim səlahiyyət və sosial nizamın qorunması idi. Bu mərhələdə olanlar nə deyəcək? Təbii ki, xeyir deyəcək. Çünki o kömək üçün bu sahədə səlahiyyətli şəxslərə müraciət etməli idi. Səlahiyyət və sosial nizamın qorunmasında biz demişdik ki, hər hansı bir hadisə baş versin, özü işə qarışmırdı. Səlahiyyətli orqanlar var onun üçün. Deyirdi ki, nizam intizamı, asayişi qoruyan səlahiyyətli orqanlar var. Biz onlara zəng etməliyik. Onlar bu işi həll etməli idi. Bu mərhələdə olanlar elə deyəcək. Qadın ölsə də orada qayda qanun var ki, oğurluq etmək olmaz. Yəni, oğurluq etməməlidir. Gedib səlahiyyətli orqanlara məlumat verməli idi. Sonra 5-ci mərhələmiz bizim sosial müqavilə mərhələsi idi. Sosial müqavilə mərhələsində olanlar deyəcək ki, bəli, çünki qadının da yaşamaq hüququ var. Bu mərhələdə olanlar biz demişdik ki, oğurluq etsə də insanlara fərdi yanaşma göstərmək lazımdır. Məcburiyyət qarşısında edibsə, yəni o baxmalıdır da nəticəyə. Əgərləri bunu məcburən edibsə, məcburiyyət qarşısında edibsə, o insanı bağışlamaq olar deyir. Və burada da deyir ki, bəli, edib yaxşı eləyib onu. Çünki qadının da yaşamaq hüququ var idi. Əczaçı qiyməti qat-qat artıq baha qiymətə satır. Onu oğurlamalı idi. Yəni oğurluq edib yaxşı eləyib. Çünki qadının da yaşamaq hüququ var deyirlər. Və bizim ən üstün mərhələmiz olan 6-cı mərhələdə olan universal etik prinsiplərdə olan insan da deyəcək ki,
haizin nə üçün elə etdiyini başa düşmək olar. Həmin an insan həyatını xilas etmək oğurluq etməkdən daha önəmli idi. Yəni burada artıq bütün insanları düşünür bu mərhələdə olan insanlar. İstər yoldaşı, istər başqa insan olsun. Yəni həmin an insan həyatından söhbət gedir. İnsan həyatını xilas etdi. Yəni onun yoldaşı olmasın, başqası olsun. Başqası olsa da artıq belə deyim ki, gedib o dərmanı oğurlamalı idi deyir. Çünki insan həyatını xilas etmək oğurluq etməkdən daha önəmlidir. Yəni bu cür insanlar mərhəmətlidir, ən üstün səviyyədə idi. Hətta yaxşılıq etmək naminə bəzən qayda qanunu poza bilərdilər. Bu oldu bizim haiz dilemması. Orada suallar çoxdur. Kitabdan oxuyarsınız. Mən bir-bir oxuyub izahı uzatmıram. Özünüz oxuyarsınız kitabdan. Və son olaraq mənəvi inkişafı təmin etmək üçün nə lazımdır? Yəni biz şagirdlərdə mənəvi dəyərləri aşılamaq üçün nələrdən istifadə edə bilərik? İş üsullarından simulyasiya və rollu oyunlar, müzakirə xəritəsi, insident üzərində iş, debatlı, Sokrat dialoqu, akvarium kimi üsullardan istifadə edə bilərik. Çünki məsələn simulyasiya və rollu oyunlarda kiminsə yerində rollu oyunlarda kitabda olan süjet xətti üzərindən kiminsə rolunda olsaydı, sən filan kəsin yerində olsaydın, hansı qərarları qəbul edərdin və yaxud da simulyasiyada şagird özünü oynayırdı. Yəni hadisələri, məsələn sən filan hökmdarın yerində olsaydın, hansı qaydaları qoyardın. Yəni bunlar da mənəvi inkişafı təmin etmək üçün belə deyim ki, iş üsullarından istifadə edə bilərik. İnsident üzərində iş olsun, debat olsun, Sokrat dialoqu, refleksiyadan istifadə edə bilərik. İlkin biliyə əsaslanan metoddan istifadə edə bilərik. Yəni şagirdlərin mənəvi inkişafı baş verməsi üçün onlarda müxtəlif situasiyalar, müxtəlif insanlar haqqında bilikli, təcrübəli olmalıdırlar. Real təcrübə, yəni şagirdləri müxtəlif sosial işlərə cəlb edə bilərik. Kimsəsiz uşaqların, fiziki qüsurlu şəxslərə kömək, təbiəti qorumaq layihəsi daxilində ekoloji iməcliklər keçirdə bilərik. Bu üsullar mənəvi inkişafı şagirdlərdə aşılamaq, dəyərləri aşılamaq, onları inkişaf etmək üçün metodlardan istifadə edə bilərik. İzahımız bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Videonu bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayaq. Sağ olun.